Biz cennet için Allah'ı sevmirik ki. Biz Allah'ı bizi yarattığı için ve bizi insan olarak yarattığı için, bize ağıl, şuur verdiği için, bize ana, ata nasip elədiği için, bize vətən, nimətlər nasip elədiği için biz Allah'ı çok sevirik. En esas da bizi dünyaya gelmemiz için biz Allah'ı çok sevirik. Bizi yarattığına göre çok sevirik. Ve Allah da bizi çok sevib yaradıbdı. Sevməsəydi yaratmazdı. Cenneti, cehennemi ona göre bize vəd verib ki, biz bu dünyada rahat yaşayaq diye, biz bir dünyada rahat yaşayaq diye, heç kəsin qəlbinə dəyməyək diye ve Allah'ın yaratıklarını vurup dağıtmayaq diye, Allah'ın yaratıklarını vurup öldürməyək diye, cenneti, cehennemi bize hatırlattırır. Yani ben yarattığım insanları elinize baltalıp səhərə qədər yatmayıb hamısını kırıp atsanız bu şehirde bütün canlıları, heyvanları, canlıları mənə cavab verəsiniz. Benim yarattıklarımı öldürmeyin, dağıtmayın, kırmayın ve günahlardan uzak olun. Sizi ahırda da hoş bir akibətle müjdeleyeceğim, cennetle. Eğer mən deyən kimi yaşasanız. Yok, birbirinizi kırıp atırsanız, bütün benim yarattıklarımı dağıtsanız, yer kürəsini yandırsanız, bitkileri, nimetleri, canlı cansız harabeye koysanız, sizi bəd bir bəla gözləyir, o da cehennem. Allah onun için bizi yaradı. Bu yaxşı sözdür. Cennet olmasaydı biz Allah'ı sevmezdik. Bu geri zekalı insanların sözüdür. Ve o düşüncesiz söhbətdir. O ne demektir? Cennete göre sevir biz Allah'ı. Yıkılırsan yere kılçan sınmır. Deyirsən Allah sana çok şükür kılçamın ısınmamağına imkan verdin. Orada cennet söhbəti var. Dünyaya övlad getirsen deyirsən Allah sana çok şükür gelen övladım salamat geldi. Benim üzümü güldürdün, beni sevindirdin, bana arka gönderdin. Mənə ikinci sevgi verdin mənə, canımdan can verdin, məhəbbət verdin mənə, gözəl bir neymət verdin mənə, övlad verdin mənə, dost verdin mənə, qardaş verdin mənə, həyat verdin, ikinci həyat verdin mənə. Bu Allah'a dua edirsən bunları elədiklərinə görə, burada cənnət söhbəti var. Cennetten önce gözümüzü açıp anamızı sevmişik, anamızı tanımışıq. Özümüzü yüzüze bakıp özümüzü görüp fərəhlənmişik, ellerimize, kollarımıza bakmışıq. Saçımızın düzülüşüne, gözümüzün, kaşımızın güzelliğine bakıp şükür Allah'a demişik. Güzel nimet yiyende Allah sana çok şükür, bugün yedim çok oldum. Onda cennet söhbəti vardı. Deməli biz insanlar Allah'ı məqsədlə sevirik, cennete göre sevirik. Bu yaxşı sözdür, yaxşı fikirdir. 70 il, 80 il, 90 il ömür yaşayırıq. O illere kadar ne kadar günahlardan geçmişik, ne kadar biabsırlıklardan geçmişik, ne kadar səhvlər eləmişik, ne kadar haram yollar geçmişik. Hele de Allah bizi o ile kadar öldürmür, bizi yaşadır, bize mühlet verir. Tövbe eləməyə qapı açıb bizə ki, tövbe edin, olan günahlarınızı da bağışlayayım. Məyər bunlar azdır ki, bunlara göre sevmirik biz Allah'ı bəs. Mesela bunlara göre biz Allah'ı sevdik de, beyan bu Allah'ın bize elədiği bu hürmetler azdır. Her gün gidip geleceğimiz yollarda ne kadar belalardan Allah bizi koruyor. Bizim görmediğimiz belalardan Allah bizi koruyor. Ne kadar facialardan bizi Allah koruyor. Ne kadar bizi uçurumlardan koruyor Allah bizi. Biz de onun için Allah'ı çok sevdik de. Daima Allah bizi nəzərində sakladığı için biz Allah'ı sevdik de. Biz Allah'ın qabağına şərt koymuşuq. Cənnəti bizə verməsən səni sevmərik. Bu ne söz deyil? Belə şeyler niye sizin ağızda gəlib? Şeytanın sözləridir də. Şeytan sizi belə bəsləyir, belə sizi öz hiləsinə, tələsinə salır da. Sizə belə vəsvəsə verir ki, bak bu yolla sizi çaşdırsın. Əksinə, biz cənnəti Allah'a göre sevirik ki, Allah'ın yarattığı cenneti Allah bize nasip eylesin. Alemlerin Rabbi olan Allah'a göre. Ay kardeş, bir danışım söze dikkat eyle, nəzər elə, bir gör nələrə qulasırsan. Her şeyi Allah rızası üçün dərk eləcəksən. Kiməsə xoş yesin deyə yox. Deyir ki, mən cənnətdəyəm, atam cəhənnəmdə, necə dözər mənim qəlbim. Əgər sən cənnəti isənsə, atana da dua eləcəksən ki, atan da cənnətə gəlsin. Ola bilsin ki, atam bilməyib deyə, o vaxtları ibadəti bilməyib. Allah mərhəmətlidir, rəhimlidir və Allah bağışlayandır. Allah bizi bizdən də yaxşı tanıyır. Allah hər işimizdən xəbərdar onsuz da.
Sən xəbərin var, sən gözəl oğlan ol, ibadətçi ol, imanlı ol Cunan və özünü cənnətə aparmaq üçün dualar edirsənsə, elə orada da atana da, anana da, kimi sevirsənsə ona da cənnəti Allahdan arzula Cunan. Allah arzuları eşidəndir, hər kəsdən də xəbərdardır, hər işlərimizdən belə, niyyətlərimizdən belə xəbərdardır. Onsuz da bizim deməyimizdən, danışmağımızdan deyil ki, onsuz da bizi yaradan özü bilir kimi hara yönəldəcək. Əsas burada nədir? Allahdan istəmək, Allahı sevmək, Allahın əmrinə tabi olmaq və Allah bizdən nəyi tələb edib onu biz versək, elə Allahın iznində də Allah bizi də və bizim əzizlərimizi də dualarımıza, namazlarımıza görə cənnətlə müjdələyər. Bax, budur qardaş. Allah verən ağlı qorxqırağa gedib şeytanla dostluq edənlərin dalına düşməyin. Bədbaxt edərlər sizi. Qardaşın gözləri bədbaxt olurlar. Bədbaxt insanın dalınca gedən insan özü də bədbaxt olur. Diqqətlə qulaq as. Ən güclü Allahdır. Allahdan sonra da güclü olan şeytandır. Sən şeytanı elə belə bilmə. Gör dünyanı nə günə qoş şeytan. Gör bu yer kürəsini nə günə qoş şeytan. Bütün ölkələrdə, bütün məkanlarda gör şeytan nə rolanıyor. Ona görə də Allah bunu bildiyi üçün öncədən bizə Quran-ı Kərimi göndərib, ibadəti bizə tövsiyə edib, əmr edib. Bizə Allah özü deyir, sizi mən yarattım, mənə sığınmanızı, şeytandan qorunmaq üçün mənə sığınmanızı əmr eləmişəm. Və göndərdiyim kitabın içindəki oxumaqları, o sözləri oxuyub beyninizə həkk eləməyi əmr eləmişəm. Və salam, əmrdən çıxın, evin yıxıldı.